Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Hər birinizi xoş gördük kanalımda. Dostlar, 100 ədəd yerli kənd cüzəsi almışdıq. Deməli, ayın 11-i axşam, bugün də ayın 14-ü günortadan sonradır. İstədim sizlərə artıq çəkim göstəreyim. Niyə gec göstərdim sizlərə, onu da deyim ilk öncə. Deməli, həm video paylaşmışdım, həm də cücələri belə bir setqadamımız var idi. Burada ördəkləri saldığım yer. Orada qoymuşam bir qutu içinə işıq sallamışam. İlk 1-2 gün istəmədim soyuq olsun deyə üstünü çox açmırdım. Ona görə çəkə bilməmişdim əslində. Demək, bugünkü videomda sizlərə həm neçəyə aldıq, nə elədik, başqa cücələr də almışıq, Xarkov cücələri də almışıq. Onlar haqqında da bəhs edəcəyəm. Həm də ümumi saxlanma qaydası haqqında təkrar sizlərə məlumat verəcəyəm. Demək, bu qutuda almışıq, onu da göstərim sizlərə. Belə bir qutuda almışıq cücələri təzə, yoxumuz idi, yəni bu boyda var idi da, dolu idi onda içi. Demək dostlar, dediyim kimi 100 ədəd kənd cücəsi aldıq. Özümüzdə də yerli cücələr çıxmışdı ha, 3 dənə toyuq bastırmışdı, çıxan cücələr var idi ha. Onlardan da bura qatmışam, amma bu cücələrdən bir neçəsi, içində 1-2 zəifi, digər Xarkov cücələrimizin yanındadır. Onları da təbii ki sizlərə göstərəcəm. Hal-hazırda burada 103 ədəd cücə var. Belə də yanına bir dənə toyuq vermişəm ki, toyuğu da sizə başa salmışdım da niyə cücənin yanına toyuq vermək istəyirəm. Çünki 100 ədəd cücədir, həyətimiz böyükdür. Mən sabah bunu həyətə buraxanda toyuq yanında gəzdirib həyəti öyrəşdirəcək. Sonra yığmaq istəyəndə də təkrar toyuğu qovacaqsan, hamısı da düşəcək toyuğun dalına gedəcək. Amma anasız olanda hərəsi səpəl olur bir tinə, yığmaq da olmur, ondan sonra dağılırlar bir tinə. Toyuq nə qədər deyəsən başqa quşdan, qarğadan, saqsağandan da bir miqdar da olsa qoruyacaq. Ona görə istədim ki, yanında ana olsun, toyuq da olsun. Cücələr maşallah olsun, çox sağlam cücələr idi, ilk öncə onu deyim. Amma sanki gətirəndə azca bunları soyuğa verdim, biraz qarnı ağrı oldu bir qismində. Azca bunları sanki biraz soyuğa verdim. İndi hal-hazırda vəziyyətləri yaxşıdır. Qabaqlarında oksitetrasklerini su var, 2 gündür oksitetrasklerini su verirəm. Sonra qabaqlarında başlanğıc broiler yemi var. İndi deyirsiniz yeri zadı bulaşıqdır dostlar. İndi saxlayanlar bilir ki, cücədir, yəni səhər təmizləyirsən, axşama belə olur. Ən əsas altları qurudur. Yəni altları yaş deyil. Nəm toyuq qaqqılıyırdı, ona görə onun səsi başıma düşdü, danışa bilmirdim. Demək, ən əsas odur ki, altları qurudur. Yəni altları quru oldusa problem yoxdur. Bacardığımız qədər də təmiz saxlamağa təbii ki çalışırıq. Dediyim kimi qabaqlarında başlanğıc broiler yemi var. Mütləq şəkildə mən həmişə başlanğıc broiler yemi verirəm. İndi başlanğıc yemi mütləqdir ha. Yəni Cerebris verərsiniz. Başqa firmaların başlanğıc yemləri var, verə bilərsiniz. Amma mən düşünürəm ki, başlanğıc broiler hansı firmadan verirsiniz, verin fərqi yoxdur. Başlanğıc broiler yemi vermək ən yaxşısıdır. Mən imişli və yaxud da ki, bərdə yemin tərcih edirəm. Onlar daha yaxşı olur mənə görə, istifadə elədiklərim arasında. İndi bəlkə də istifadə eləmədiyim daha qəşəng də yemlər var, ola bilər. Gətirən kimi bunların bu, yəni kənd cücəsi alırsınız və yaxud ki, nə cücəsi alırsınız, alın. İlk günlər bunun elə bir çətinliyi yoxdur dostlar. Yeri isti olsun. Qabağına əgər bu çox sayda almışsınızsa mütləq şəkildə oksitetrasklerini, yəni qarnı ağrımaq üçün də o antibiotikdir əslində. Yəni qarnı ağrı üçün istifadə edirəm mən daha çox. Oksitetrasklerini su qoyuram qabaqlarına. Belə yerində 3 dənə işıq var. Çünki bunların işıqdan başqa istilik yoxdur. Belə üstünü örtürük. Dalda da belə palazlar var. Onları da üstünə atırıq. Təbii ki, sizə çəkmək üçün açmışam. Çox da videonu uzun tutmayacağım ki, cücələr üşüməsin. Gətirən kimi bunların qabağına 3-4 dənə yumurta verdim. Versəz də olar, verməsəz də olar. Çünki zaten qabaqlarına əgər başlanğıc broiler yem verirsinizsə, bütün proteinlər lazım olan qidalar hamısı zaten o yemin içərisində var. Amma mən hər dəfə verirəm, həmişə verirəm. Çox vermədim əslində. 100 dənə cücəyə 4 yumurta elə belə şeydir. 100 dənə cücəyə bunlara getdim, 4 dənə yumurta verdim. Altlarında bir palazdır, onun da altında bir başqa qalın bir palaz var. Ayaqları soyuq çəkməsinlər, qutunun altından soyuq çəkməsin deyə. Və yaxud da ki, palazın altından saman da sərə bilərsiniz və ya apilka da sərə bilərsiniz. İndi palaz sərməyib, məsəl üçün samanın üstünə tökənlər də var, apilkanın üstünə tökənlər də var. Bunu da eləyə bilərsiniz, heç bir fərqi yoxdur. Bilirsiniz dostlar, cücədir, hündüşkadır, vahşi körpə şeyləri saxlamaqda və yaxud da ki, bu heyvanlar saxlamaqda hərənin bir üsulu var. Məsələn deyirəm, burada bir danılmaz qanun var və məsələn heç kim deyə bilməz ki, cücənin yerini soyuq eləsin, qalar. Soyuq eləsin, qalmayacaq. Bu cücənin yerini isti eləmək bu danılmaz qanundur. Mütləq şəkildə cücənin yerini isti eləmək lazımdır. Amma cücənin altına mən palaz sərərəm, başqası saman tökə bilər, o biri aprika tökə bilər. Yəni bu artıq sizin özünüzə bağlıdır. Yəni əlinizdə aprika var, aprika tökün, saman var,
saman tökün, heç biri yoxdur, belə palaz atın. Yəni bunu zövqə görə belə o şeylərdə var, duz istiyota deyirlər, yeməklərdə zövqə görə. Bu da zövqə görədir də. Yəni əlinizdə nə varsa, nə cür sizə asan gəlirsə, o cür saxlaya bilərsiniz. Yem də ki, mən bu yemlə saxlayıram. Dədə-babalarımız necə saxlayıb? Məsələn, yumurta verib, sonra 1-2 gün yumurta ilə çörəyin için qatıb verib, daha sonra nə buğda yarması verib. İndi elə cücə saxlayan varmı bilmirəm. Sanmıram da, olsa da tək-tük adamda olar. Amma mən dediyim kimi başlanğıc yemlə saxlayıram. 20 gün, hətta bəlkə 25 gün bunları başlanğıc yem verəcəm. Daha sonra da verəcəyim yemləri zaten video olaraq sizə göstərəcəm. Bizə hal-hazırda lazım olan 20 günə qədər necə böyütməyimizdir. İlk günlərdə bu cücələrdə maksimum qarın ağrısı olur uşaqlar. Başqa heç bir problem olmur. Ona görə bunları qarın ağrısından qoruduzsa, yerində isti elədiniz, yemin suyu qabağında oldusa, heç qorxmayın. Bir ayına kimi bu cücələri saxlamaqda inanın dostlar elə də çətin olmur. Cücəyə nə xəstəlik gəlirsə bir ayından sonra gəlir. İndi demirəm, siz cücəni soyuğa verəcəksiniz, nə bilim, nəsə bir şey, başqa bir ekstrem bir hal olacaq, cücəniz xəstələnəcək, o başqa məsələ. Amma yerin isti elədiniz, ara bir qarın ağrısını verdiniz, yemi də qabağında oldusa, bir ay bunlardan heç narahat olmayın. Cücəyə həmişə xəstəlik bir ayından sonra gəlir. Bir ay rahatlıqla baxa biləcəksiniz. Dediyim kimi, burada 103 dənə cücə var. Deyirsiniz ki, nədir? Dedim, axı bizim 20, deməli, 4 dənə də cücəmiz çıxmışdı, 26 dənə də cücəmiz çıxmışdı yerli kənd cücələrindən. Onlardan da qarışdırmışam bunun içinə. İndi bəzən görsəm, görsəm daha doğrusu göstərərəm. Var da, bu cücədir, görürsünüz, böyüdür. Onlar da kənd cücələrdiyini qarışdırdı bu yerə ki, hamısını ayrı-ayrı yer eləməyək. Əlavə olaraq Xarkov cücələri də almışıq. İndi onları da müxtəlif şəkildə sizlərə göstərəcəm. Elə bu videonun arxasında göstərmək niyyətim var. İçində bunun maşallah olsun kənd cücəsi adı ilə almışıq. Yəni kənd cücəsi də əslində bunu götürsək, amma görürsən ki, bəzi cücələrin ayağında biraz da olsa tük var. Yəqin ki, bu hansısa nəsin buraxma və yaxud ki, ayrı ayağı tüklü hansısa cinslərdən kimisi həyətində olub da, indi bunu kəndlərdən, qapılardan yığırlar. Kimdəsə olub elə ayağı tüklü cücələr olub. Mən ayağı tüklüdən qaçırdım, gəldim burada da cücələrin hardasa bir 15 dənəsində filan o ayağı tüklünü görürəm. İçində serebrit cücələri də görürəm. Məsəl üçün budur, odur. Bunlar serebrit cücələrdir. Mən bunu aydın şəkildə seçə bilirəm. Başqa da sizlərə bunlar haqqında deyəcəyim bir şey yoxdur. İndi gedib sizlərə Xarkov cücələrini də göstərəcəm. Keçməmişdən öncə onu deyim. Dostlar, bu dədə-baba lamıçkalarıdır. 150 lamıçkalardır. Ondan mən alıb biraz evə yığmışdım. Dədə-baba dediyimiz, yəni həmişə olan da. İndi artıq onlar qadağan edilir. Sadəcə balacalarından gəlir, böyüklərindən gəlmir. Belə bir lamıçkalar tapdım. Bunlar da yüzlüydü. İnanın bunu zorla tapmışam. Heç də yaxşı da isti vermir də. Bunların əvəzini vermir. Onlar mənim üçün daha yaxşıdır. Həm işıq daha yaxşı, güclü işıq verirdi, həm də istilik barədə daha yaxşı istilik verirdi. Bunların üstlərini örtün, çox soyuq olmasın. Keçək sizə Xarkov cücələrimizi də göstərim. Dostlar, burada yığma komandadır. Burada hər cücə var burada. Demək, bunlar aldıqlarım Xarkov cücələrimizdir. 25 dənə Xarkov cücəmiz var. Bu cücələr 1-2 dənə cücə var ki, o cücələrin içində zəif qalmışdı. Götürdüm, getdim bura. Yəni bunlar içində o cücənin olur da 100 dənə cücə almışsınız. Onun içində nə bilim qarnı ağrıyan, bu biraz zəif olanlar olur. Məsələn, o görürsünüz ki, öləcək 100 dənə cücənin içindən çıxan cücədir. Sonra 2 dənə boynu tüksüz cücə var idi aldığımız 100 cücənin içində. Onlar buradadır. Və sizlərə demişdim ki, buraxma cücə toyuq bastırmışam. İçində həm saqqallı cücələrdən, boynu tüksüz cücələrdən, həm də buraxmalardan var. Təəssüf ki, onu 2 toyuğun altına bölmüşdüm uşaqlar. Bir toyuğumuz bizim həyətimizə miz düşüb. Bu necə mizdir? Xırda sadəcə gecələr çıxır, daraşır 40 toyuğun filan üstünə, onun qanını əmir, çıxır gedir. Gündüz gedirsiniz bir dənə yoxdur, amma gecələr daraşır toyuğun zadın üstünə, 40 toyuğun üstünə. Təəssüf ki, bir şkafda ondan varmış, çöldə bastırdığım toyuqda. Yazığın üstünə daraşıblar, o gecə çıxıb gedib. Yumurtaların hamısı içində din yumurta özdə, yəni din vurmuş. Buraxma yumurtası boynu tüksüz və başqa şeylərdən olanda, yəni boynu tüksüz, saqqallı və buraxma yumurtası idi. Altı bütöv ondan idi. Toyuq durub gedib, heyf olub, bütün cücələr içində ölüb, içində dini olan da var, çıxmayan da var, hamısı ölüb. Cəmi o yumurtadan 5 ədədi bu toyuğun altında idi, onun altında çox olmasın deyə, çıxardığında əziyyət çəkməsin deyə bunun altına qoymuşdum. Cəmi o 5 ədəd cücə çıxdı, onun da biri ölüb, 4 ədəd də yenə buradadır. Yenə 2 dənə saqqallı cücəmiz çıxıb, biri də elə odur cücənin.
Sonra o biriləri də görə bilmədim. Qısacası burada o 100 dənə cücəmizin içində zəif olan 2-3 cücə var, zəif olan 2-3 dənə cücə var burada. Bir dənə kəkilli cücə çıxıb 100 dənə cücənin içində, baxın onu gətirmişəm bura. 4 dənə yeni çıxanlar, boynu tüksüz cücələr və 25 dənə Xarkov cücəsi buradadır. Deməli 48 dənə də burada cücə var hal-hazırda. Opşi Xarkovlarla bərabər, yerlilərlə çıxan cücələrimizlə bərabər 151 səhv etmirəmsə, 151 cücəmiz oldu. İndi hələ ölən olacaqsa deyə bilmərəm. Məsələn, bu cücə öləcək, qalan deyil. Məsələn, bu 151 burada cücəmiz oldu. 24 dənə də cücəmiz çıxmışdı. Onlar artıq bir ay ötüblər. Onları da çəkəcəyim. Burada buraxma da var. Heç bax, onu görmürəm. O da buraxma. 2 dənə də bunun içində buraxma var. Burada çox isti olur. İşığı söndürüm. Toyuq çox ləhləyir. Deməli, içində bunun həm buraxma da var. 2 dənə, 3 dənə ya da səhv etmirəmsə buraxma olmalıdır. Xarkovdur, məsələ qarışıq. Bunların da qabağında yenə həmişə dediyim kimi başlanğıc broiler yemi, su qabları buradadır. Su qablarını da oksitetraskrinlə su qarışdırıb qoymuşam, qarnı ağrıyan falan olar deyə. Xarkov cücələrimizi rayondan almışıq. 1 manat 60 qəpiyə verdilər Xarkov cücələrini bizə. Öz rayonumuzdan almışıq. Sifarişlə gətirdilər. Maksimum o qədər oldu, 25 dənə aldıq. Həm də çox istəmirdim çünki yerim də yox idi. Maşallah içində aktiv olanlar da var, amma cücələr gələndə biraz soyuğa verilmişdi cücələr. Onu açıq-aydın görürdüm. Qarınlar ağrıyırdı. Hətta bizə gətirdilər ki, bugün çıxmış cücədir, amma məsəl üçün mənə axşam verdilər o cücəni. O cücə dünən çıxmış cücə idi. Mənə gətirdilər bugün axşam. Elə bir bunları 12-si axşam almışıq dostlar. 12-si axşam gəlib bu cücələr, harca saat 8-də filan. Amma bunlarda harca 11-i axşam çıxmış cücələr idi. Onu açıq-aydın mən görə bilirdim. Biraz da soyuğa verilmişdi. O da 100 dənə cücənin içində zəif qalan cücələrdəndir. Ola bilər də 100 dənə cücənin içindən 1 dənə, 2 dənə ölən ola bilər. Hələ ki ölməyib, amma bilirəm ki 1 dənə, 2 dənə onlar öləcək. İndi canımız sağ olsun. Əsas odur, qalanları, yerdə qalanlar sağlam olsun, yetər. Bunları da sizlərə çəkib göstərmək istedim. Uşaqları çəkib göstərməmişdim. İstədim ki siz də hamınız görəsiz bu cücələrimizi. Bunlara da yenə çox soyuq olmadan üstün basdırım. Əslində soyuq olmayacaq, toyuq hətta ləhləyir. Yenə də bunun içində də cücə çoxdur deyə hamısı girib altına, onların istiliyi ilə bərabər toyuq o qədər ləhləyir. Yoxsa içəri o qədər də isti deyil. Zaten çox isti olsa bu cücələrdən hiss eləmiş olarsınız. Belə dostlar. Sağ olun, salamat qalın.